Sevginin günü olmur deyib, sizin üçün də fikir olsun deyə belə bir sevgi ruleti hazırladım. Əvvəlcə qabın içərisinə yumurta, şəkər tozu, vanilci əlavə edib mikserlə ağarana qədər qarışdırıram. Ağardıqdan sonra üzərinə duru yağ, süd, unu da hissə-hissə əlavə edib yavaş-yavaş qarışdırıram. Qarışımdan başqa bir qaba biraz götürüb üzərinə də qırmızı boya əlavə edib qarışdırıram. Krem torbasına yığıb ürək formasında yağlı kağızın üzərinə edib 180 dərəcədə isidilmiş sobada 3-4 dəqiqə saxladıqdan sonra götürüb üzərinə həmin qarışımı da əlavə edib üzərinə hamarlayıb 180 dərəcədə isidilmiş sobada bişirirəm. Bişənə qədər isə 200 qram qaymağın üzərinə 2 xörək qaşığı da krem pendir əlavə edib qarışdırıram. Bərkidikdən sonra üzərinə qatlaşdırılmış süd də vurub qarışdırıram. Rulet bişdikdən sonra 10 dəqiqə soymasını gözləyirəm. Sonra arasına krem vurub yağlı kağızı hissə-hissə fırlayaraq bükürəm. Və bu da nəticə. Sona qədər baxdınızsa öz fikirlərinizi rəylərdə yazmağı unutmayın.